Salam, hər vaxtınız xeyir. Bugün biz işıq kvantları mövzusunu öyrəndik. Deməli, ümumiyyətcə fizikanın 20-ci əsrdə müəyyən suallara cavab verməyən nəzəriyyələrimiz olmuşdu. Bu fizikanın inkişafı ilə bağlı olur və artıq klassik fizika bəzi belə deyək də suallara cavab tapa bilmir. Artıq Eee, Maxwell'in hansı ki bu nəzəriyyəsinə görə biz demişdik ki, qızdırılan bütün cisimlər özündən elektromaqnetik şüalar şüalandırırdı və onlar müəyyən qədər enerjilər itirdikdən sonra müəyyən sıfıra qədər düşürdü və həmçinin də bu atoma da aid idi. Atom özü hərəkətli bir sistemdir və o daim enerji şüalandırmaqla belə deyək də şüalandırırdı və şüalandırılan enerjinin müəyyən bir sonu olduğu üçün biz fikirləşirdik ki, niyə də bu şüalandırılan enerji axı nüvə ətrafında hərəkət edən elektron var idi. O enerji şüalandırdıqca niyə də o belə deyək də atom dayanıqlı vəziyyətdə hələ də qalırdı və sönmürdü. Hansı ki, belə deyək də bu atomun dayanıqlı vəziyyəti olmasaydı atom məhv olmalı idi, amma buna uyğun heç bir hadisə baş vermirdi. Və bu suallara cavab olaraq da hansı ki bizim suallarımıza cavab axtaran da bu olmuşdur Planck. Alim Planck olub və Planck'ın belə bir fərziyyəsi var ki, atomlar elektromaqnet enerjisini ayrı-ayrı kvantlar şəklində şüalandırır və udur. Planck'ın bir fərziyyəsi bu oldu ki, atom deməli öz enerjisini ayrı-ayrı porsiyalar şəklində, yəni kvantlar formasında həm şüalandıra bilir, həm də uda bilir. Və foton adlandırılan, belə deyək də, hər porsiyanın enerjisi də tezliklə düz astıdır. Yəni Y bərabərdir H nü. Burada nü tezlikdir, buradakı H Planck sabitidir. Planck sabitidir. Və bunun təqribi qiyməti var. 6,63 10 üstü -34 joule vurulsun saniyə. Burada nü isə həmin bu şüalandırılan dalğanın tezliyidir. Hansı ki biz nü'nün ifadəsini bilirik. S bölünsün lambdadır. Gətirib onu burada yerinə qoysaq olacaqdır HC bölünsün lambda. Buradakı S bunu da bilirik. İşığın vakuumdakı sürətidir. Və biz buradan qrafiklərimizi çıxarda bilərik, hansı ki, həmin bu şüalandırılan və yaxud da udulan dalğanın enerjisi tezliklə düz asılıdır, dalğa uzunluğu ilə tərs asılıdır. Müəyyən nöqtədən yox, belə, bu formada, tərs asılıdır. Və indi gəldik biz buradakı hansı ki foton adı çəkdik. Foton nədir? Bunu aydınlaşdıraq. Foton, yoldaşlar, hansı ki bu sərbəst halda mövcud olmayan bir zərrəcikdir və ümumiyyətcə də elektromaqnet şüalanmasının kvantları foton adlandırılır. Hansı ki biz deyirik ki, işıq həm dalğa xassəlidir, həm zərrəcik xassəlidir. Ona görə biz deyirik ki, işıq fotonlar selindən ibarət, belə deyək də, bir məfhumdur. Və foton ümumiyyətcə bölünməzdir. Bax, qeyd eləyək. Siz də mənlə bərabər yazın. Bölünməzdir. Sərbəst halda yoxdur. Hər hansı bir nüvə daxilində çevrilmələr zamanı ortaya çıxır, meydana çıxır. Onun kütləsi yoxdur. Onun sürəti 3 vurulsun 10 üstü 8 metr bölünsün saniyədir. Sonra foton bölünməzdir. Bunu qeyd elədik. Neytral zərrəcikdir. Neytral zərrəcikdir. Yükü də yoxdur. Yəni Q foton yazsaq sıfıra bərabərdir. Həmçinin kütləsi də yoxdur. Hər hansı bir qarşılıqlı təsir zamanı, bayaq da qeyd etdiyimiz kimi nüvə daxilində baş verən proseslərdə və s. burada məsəl üçün yarana bilər, səpilə bilər, udula bilər və salam.
və sərbəst səldə də mövcud deyil. İndi fotonun enerjisinə gələsi olsaq nədir? Fotonun enerjisi e, olacaq bax belə. Y bərabərdir enerjisi yox, hansı ki biz Y foton bərabərdir H-nü yazmışıq da. İndi biz bunun impulsunu yazsaq, P bərabərdir Y bölünsün S yazmalıyam. Onda Y-nin yerinə H-nü yazsam, olacaq da H-nü bölünsün S. Burada da fikir versəniz ki, bizdə nü bölünsün S var. Baxın burada. Bu nü bölünsün S bizə nəyi vermişdi? Lambdanı vermişdi. Onda olur H vurulsun. Daha doğrusu S bölünsün nü mənə lambdanı verirsə, bir dəqiqə. Onda lambda düşməlidir məxrəcə. Vəssalam. Onda biz P-nin nüdən asılılığını çəksək nə olacaqdır? Sürətdədirsə düz. P-nin lambdadan asılılığını çəksək nə olacaq? Tərs. Çünki məxrəcdədir. Sonra gəlirik nəyə? Yeni bir balaca alt başlıqdan qeyd eləsək burada. Foto effekt. Fotoeffekt hadisəsi nədir uşaqlar? Fotoeffekt işığın təsiri ilə maddədən elektronların qopması hadisəsidir. İşığın təsiri ilə maddədən elektronların qopması hadisəsidir və buna uyğun bir balaca bir sxem çəkək, hansı ki siz buna uyğun, buna oxşar, belə deyək də, təcrübəni görmüsünüz yarım keçiricilər mövzusunda, yarım keçiricilərin elektrik cəryanı mövzusunda. Mən bu sxemin arxasını çəkməyəcəm. Bu onsuz da sizin dərsliklərinizdə, oxuduğunuz kitablarda var. Fikir versəniz, buradan işığın düşdüyü hissəni qeyd eləyək. Bu bizim işıq selimizdir. Və bu işıq seli indi biraz da yaxşı çəksək, bu gəlib düşməli idi bu katodun üzərinə və işığın sayəsində katoddan elektronlar qoparaq hərəkət etməlidirlər. Elektronlar qoparaq hərəkət etməlidirlər anoda doğru. Bura katoddur, burada anoddur. Və indi burada nəyə fikir veririk? Hansı ki biz baxırıq ki, dövrəmizdə cəryanı tənzimləyən qalvanometr çox həssas cəryan qiymətini ölçür. Və bu nəyin sayəsində bu qalvanometr meyl eləyəcəkdir? Bu işığın təsiri ilə, hansı ki bu katodun üzərindəki çoxlu elektronlar yığını var. Bu elektronlar qızaraq müəyyən bir iş görür və katodun üzərindən qoparaq bu boşluqda hərəkət eləyir. Anodda axı bilirsiniz ki, müsbət lövhədir və o gəlir anoda doğru hərəkət eləyir. Və katodla anod arasında potensiallar fərqi də belə deyək də müsbətdirsə, ümumiyyətcə biz katodda düşən işığın gərginliyini artırsaq, onda cəryanın qiyməti artacaqdır və cəryanın qiyməti artırsa, bu qopan elektronların sayı da artır. Və sayı artırsa, deməli, müəyyən bir müddət sonra biz deyəcəyik ki, bu elektronların hamısı anoda çatır. Və bu zamanda doyma cəryanı halı yaranır. Yəni, I doyma bərabərdir N vur Y yaza bilərsiniz. Hətta vahid zaman qeyd eləsək, NY bölünsün T yazmaq olar. Burada Y-ni də siz tanıyırsınız, elementar yükdür. N-dəki, hansı ki bu müəyyən T zaman müddətində katoddan qopan elektronların sayıdır. Əgər biz burada, məsəl üçün, normalda mənim dövrəmdə katod mənfiyə qoşulmalıdır, anod müsbətə qoşulmalıdır və s. İndi mən sizə nə demək istəyirəm? Tutaq ki, mənim dövrəmin burada bir voltmetr də olmalıdır normalda. Dövrəni nə qədər sadə çəkmək istəyirəm, amma baxıram ki, danışdıqda lazım olur. Və indi tutaq ki, biz bax bu qütblərin yerini dəyişsək, müsbət mənfi yerini dəyişsək, nə baş verəcəkdir? O zaman katod müsbət yüklənəcək, anod mənfi yüklənəcəkdir və fikir verirsinizsə, cəryan şiddəti azalacaqdır və gərginliyin müəyyən qiyməti sıfıra bərabər olacaqdır. Və burada anoda doğru hərəkəti
saxlayan ul saxlayıcı gərginlik yaranır. Hansı ki, burada yenə də elektronların hərəkəti olur, amma bu belə deyək də saxlayıcı gərginliyin hesabına olur. Və buradakı ul saxlayıcı gərginlik biz belə deyək də buna yaza bilərik Y ul saxlayıcı gərginlik bərabərdir Y kinetika. Bu Y kinetika də aça bilərik. M V e, maksimalın kvadratı bölünsün 2. Niyə belə olur? Bu məsəl üçün bu katodun üzərindən elektronun qopması üçün tutaq ki 10 joule iş görməlidir. Məsələn deyirək də. Biz buna 9 joule, 8 joule enerji versək, bu özünün enerjisi 8-9 olsa qopa bilərmi katoddan? Xeyr. 10 olsa qopar, 11 olsa qopar, 20 olsa qopacaqdır. Yaxşı, 11 ilə 20-nin fərqi nədə olacaqdır? Yəni 11-i versək də, 10-u versək də, 20-ni də versək də bu qopur, düzdürmü? Axı biz daha nə qədər çox enerji versək, onun belə deyək də müəyyən hissəsi bu katoddan elektronun qopmasına sərf olunur. Müəyyən hissəsi isə həmin bu elektronların gedib anoda çatmağına sərf olunur. Və nə qədər çox enerji verəcəmsə, o yerdə qalan onun sürətlənməyinə sərf olunacaqdır. Ona görə burada MV maksimalın kvadratı bölünsün 2 yazmışıq. Amma biz qütblərin yerini dəyişdikdə burada artıq mənfi olduğundan, burada müsbət yükləndiyindən bu elektronlar burada öz yolunu qaydacaqdır. Hər birinin trayektoriyası artıq dəyişmiş olacaqdır. Belə çəksək. Bu istiqamətdə. Və ona görə də biz məsəl üçün U-nun Y kinetikdən asılılığını çəksək, düz asılıdır. Sonra U-nun sürətdən asılılığını çəksək, o da kvadratik düz asılı olacaqdır bu formada. Amma məsəl üçün bizim cəryan şiddətimizin, yəni intensivliyi artırsaq, intensivlikdən cəryan şiddəti necə asılıdır? İ doymanın, yəni intensivlik deyəndə bu işığın belə deyək də fotonlar selini təsiri, işığın təsirini daha çox artırsaq. Onda İ doyma intensivliklə düz asılıdır. Nə qədər çox biz işığın intensivliyini artırsaq, buradan yazıram intensivlik. Düz asılıdır. Hətta intensivlik nə qədər çox olarsa, katoddan qopan elektronların sayı da artacaqdır. Amma tezlikdən və yaxud da necə deyək, dalğa uzunluğundan falan asılı deyil həmin bu doyma cəryanı. İ doyma və N tezlikdən, nüvdən asılı deyil. Bu belə. Ümumiyyətcə də belə deyək də bu təcrübədən bizim iki qanunumuz çıxır. Birinci qanun odur ki, metalın üzərinə düşən işıq, qopan elektronların sayı və cəryan şiddəti belə deyək də, həmin bu işığın belə deyək intensivliyindən düz asılıdır. Tezliyindən və yaxud da dalğa uzunluğundan asılı deyil. Bu bizim birinci qanunumuzdur. İkinci qanunumuz da odur ki, kinetik enerjinin qiyməti tezlikdən xəttə asılı olaraq artacaqdır. Yəni tezlik nə qədər böyük olacaqsa, kinetik enerjinin qiyməti də artır. Gərginliyin qiyməti də ona uyğun olaraqdan dəyişir. Belə. İndi bunun qiymətini, qrafikini çəkəsi olsaq, hansı ki biz, məsəl üçün, volt-amper xarakteristikasını əvvəlcə çəkək, buna uyğun bir-iki dənə nümunələr çəksək, testinizin yarıdan çoxusu bu tipdə testlərdir kitabınızda. Yəni, i-nin u-dan asılılığını çəksək, baxırsınız nəyə? Belə bir volt-amper xarakteristikamız var bizim. Bir dəqiqə pis çəkdim. Bu formada. Bax, hansı ki, baba, bu qiymət bizdə u saxlayıcıdır. Fikir verirsinizsə, hansı ki, ul saxlayıcının 0 qiymətində belə bizim cəryanımızın müəyyən qiyməti var. Bu nəyin hesabına olub? İşığın intensivliyinin hesabına olub. Yəni voltmetrdə gərginliyimiz görsənməsə belə də, işığın bu intensivliyinin qiyməti sayəsində də bizim cəryanımızın müəyyən qiyməti olur. Bax, bu doyma cəryanını təyin etmək üçün biz bu aralığa baxmalıyıq. İntensivliyi nə qədər çox olacaqsa doyma cəryanının qiyməti də artır. Amma tezliyi, dalğa uzunluğunu artırdıqda gərginliyimizin qiyməti və enerjimizin qiyməti artacaqdır.
Eyni zamanda da necə ki enerji tezlikdən və dalğa uzunluğundan asılı olduğu halda intensivlik dalğa uzunluğundan və enerjidən nədir tezlikdən asılı deyil. Baxın, indi mən buna oxşar bir qrafik çəksək yenə bu formada. Buna qoysaq 1, buna qoysaq 2. Bunların nələri bərabərdir? U saxlayıcıları bərabərdir. Bu 2 dənə qrafikdir. Elə bil mən 2 dənə baş verən təcrübəni bir qrafikdə göstərmişəm. Və bunların kinetik enerjiləri, U saxlayıcıları bir-birinə bərabərdir. Ancaq ki, hətta tezlikləri var, nüləri sabitdir. Sonra U saxlayıcılar sabitdir. Yəni bərabərdir, belə deyək də. Sonra kinetik enerjiləri sabitdir. Amma nələri fərqlidir? I doyma 1 böyükdür I doyma 2-dən. Hətta n1 böyükdür n2-dən. Aydındır? İndi gəlin başqa bir qrafik çəkək sizlə. Baxın, bu tipdə sizin testləriniz orada yenə vurğulayıram ki, çoxdur. Bunu diqqətli başa düşsəz, eynisini çəkdim bir dəqiqə. Belə. İndi buna baxın. Bu olsun 1, bu olsun 2 xətti. Fikir verirsinizsə, bu U saxlayıcı 2, bu da U saxlayıcı 1. Baxaq nəyə? Baxın, burada biz modullarla baxası olsaq, modullarla işləyəcəyik. Təbii ki, onu sizdə sözlə də vurğulayacaqdır. Deməli, burada U saxlayıcı 1 böyükdür U saxlayıcı 2-dən. Hətta burada Y kinetik 1 böyükdür Y kinetik 2-dən. Hətta tezlik də nü 2 böyük olacaqdır nü 1-dən. Amma i doymaları bir-birinə bərabərdir. Saylar bir-birinə bərabərdir bu formada. Sonra əgər dalğa uzunluqları tezlikləri böyükdürsə, dalğa uzunluğu da necədir? Tezliklə tərs asılıydı. Buna uyğun da tezliyi deməli kiçik olacaqdır. Dalğa uzunluğu kiçik olacaqdır. İmpulsu soruşsa, impulsda P1 böyükdür P2 yaza bilərsiniz bu formada. Bu belə. Fotoeffektin Einstein tənliyi var. Hansı ki biz bayaq qeyd eləmişdik ya ki, dedik ki, nə qədər çox enerji versə, yenə də qopacaqdı. Amma həmin bu enerjinin müəyyən hissəsi, deməli, elektronun katoddan qopmasına sərf olunur, qalanı isə onun hərəkətli getməyinə, yəni gedib anoda çatmağına sərf olunurdu. Ona görə də biz deyirik ki, fotona verilən enerji, Y foton, sərf olunacaq deməli, çıxış işinə, hansı ki elektron katoddan qopmalıdır axı və sərf olunur onun anoda gedib çatmağına, yəni Y kinetik enerjisinə. Və indi biz burada aça bilərik. Hansı ki Y foton nəyə bərabərdir? H nüyədir. A çıxışın yerinə H nü minimal yaza bilərik. Üstə gəlinsin Y kinetik yaza bilərsiniz. Və yaxud burada Y kinetiki aça bilərsiniz. Y vurulsun U saxlayıcı da yazmaq olardı. Məsələnizdən asılı olaraq dəyişə bilərdi. Və yaxud da burada yazmaq olardı kinetikin yerinə əlavə olaraq M V maksimalın kvadratı bölünsün 2 də yaza bilərsiniz. Məsələnizin gedişatından asılıdır. Hətta bunları dalğa uzunluğuyla da əvəz eləmək olar. Onlar da HC bölünsün lambda bərabərdir. HC bölünsün lambda maksimal plus yazardım Y kinetik elə. Sadə olsun. Y kinetik lazım olsa məsələlərin gedişatında açarsınız. Yenə burada lazımdırsa əgər biz bax bu ifadədə bir yerə yıxsaq, HC bölünsün lambda çıxılsın, HC bölünsün lambda maksimal bərabərdir Y kinetikə. Onda biz H vur C-ni çölə çıxarsaq nə baş verəcəkdir? 1 bölünsün lambda çıx, 1 bölünsün lambda maksimal.
bərabərdir Y kinetika. Onu da bərabər eləyək Y U saxlayıcıya. Onu da bərabər eləyə bilərəm. MV maksimalın kvadratı bölünsün 2. Lazım olsa bu cür ifadədən kəmiyyətləri tapmaq olar. Testləriniz var. Yaxşı, biz hansı ki burada yazdıq ki, Y fotonu açdıq, H nu kimi və yaxud da HC bölünsün lambda kimi, amma A çıxışı açmışdıq necə? A çıxışı açdıq deməli H nu minimal kimi və yaxud da HC bölünsün lambda maksimal kimi. Biz niyə burada nu minimal və lambda maksimal yazırıq? Bu belə deyək də, qırmızı sərhəddir. Hansı ki elektron fotonu udaraqdan H nu enerjisini qəbul eləyirdi. Dedik ki, müəyyən hissəsi onun işinə, müəyyən hissəsi isə onun kinetik enerjisinə sərf olunur. Bunu qeyd elədik. Və burada çıxış işi də maddənin növündən asılıdır. Və bütün maddələr üçün də müəyyən qırmızı sərhəd var axı. Qırmızı sərhədimiz də bizim maddənin belə deyək də növü dəyişəndə dəyişirdi. Yəni biz A çıxışın nədənsə asılılığını çəkmək istəsək, məsəl üçün tezlikdən, dalğa uzunluğundan, G kinetikdən, kütlədən, sürətdən, sonra intensivlik yazaq bura açıq aydın. Heç birindən asılı deyil. A çıxışın yerində H minimal yazmışam ha. Deməli, nu minimal özü də bunlardan asılı deyil. Hətta lambda maksimal yazmışamsa, lambda maksimal da bunlardan asılı olmayacaqdır. Bu formada. Amma lambda maksimalın özü A çıxışdan necə asılıdır fikir versəz. Bax, lambda maksimal özü A çıxışla tərs asılıdır. Bu formada. Nu minimalın özü A çıxışla düz asılıdır. Bax, bu ifadələrə görə. Belə. Yaxşı. Biz burada hansı ki deyirik ki, fotoeffekt onun qırmızı sərhəddindən asılı idi. Məsəl üçün, bizə deyə bilər ki, fotoeffektin qırmızı sərhəddi, məsəl üçün deyək də, rənglərin ardıcıllığını yazaq əvvəlcə. Yazaq buradan. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. İndi qulaq assaq nə edə bilərik? Məsəl üçün, bizə deyə bilər ki, fotoeffektin qırmızı sərhəddi tutaq ki, olsun nə rəngdə? Məsəl üçün, yaşıl rəngdə. Qırmızı sərhəddimiz yaşıldır. Onda indi belə çıxar ki, nə zaman fotoeffekt baş verəcəkdir? Axı biz H lambda maksimalla tərs asılıdır. Onda belə çıxır ki, əgər düşən işığın tezliyi həmin bu qırmızı sərhəd tezliyindən böyükdürsə, fotoeffekt baş verəcək. Yox, kiçikdirsə, fotoeffekt baş verməz. Deməli, biz lövhəni əgər, məsəl üçün, yaşıl işığın tezliyindən böyük tezliklə şüalandırdıqda fotoeffekt müşahidə oluna bilər. Yəni, mavi, göy, bənövşəyidə fotoeffekt baş verəcəkdir. Ondan əvvəldə olanlarda isə baş verməz. Bunu onsuz da cavablardan da məntiqi olaraqdan tapmaq olar. Sonra, məsəl üçün, əgər fotonun enerjisi çıxış enerjisinə bərabərdirsə, belə deyək də, fotoeffekt yaranacaqdır. Bizim bu hallarımız var da. Hansı ki, Y foton A çıxış işinə bərabərdirsə, fotoeffekt yaranır. Amma hərəkət olmur. Yəni, V sıfırdır. Sonra, əgər fotonun enerjisi çıxış işindən böyükdürsə, yenə də fotoeffekt yaranacaqdır. Fotoeffekt. Və bu dəfə müəyyən bir sürəti də var. Yəni, sürət sıfırdan fərqlidir. Amma Y fotonun qiyməti kiçikdirsə A çıxışdan, hansı ki biz o elektronu oradan qopara bilmirik. Deməli, nədir? Fotoeffekt yaranmaz. Vəssalam.
Sonra indi biz hansı ki az önce bu yuxarıda düsturlarımız var idi. Biz açmışdıq. Bizim əsas bir dənə düsturumuz yoldaşlar budur. Gözünüzdə çox da böyütməyin də. Çox da düsturumuz yoxdur onsuz da. Sadəcə burada müəyyən bir açılış ifadələri açacağıq. Hansı ki mən sizə burada qeyd elədim. Dedim ki, U saxlayıcı da yazmaq olar kinetik enerjinin yerinə. Gəlin indi buradan, məsəl üçün, Y, U saxlayıcı bərabərdir nəyə? H-nü çıxılsın, H-nü minimala, düzdürmü? Onda biz buradan U saxlayıcını tapsaq nə baş verəcəkdir? H çıxaq, nü çıx, nü minimal, mötərizənin çölündə. Bölünsün Y yazmışam, düzdürmü? Və indi burada nəyə fikir veririk? Bizdən U saxlayıcının nüdən asıllığını soruşsa, U saxlayıcının nüdən asıllığını soruşsa, bax belə götürə bilərik. Xətti artan. Və bu qiymət bizə verir nü minimalı. Və bu qiymətin belə deyək də, bax, uzantısını çəkəsi olsaq, bura bizə verəcək nəyi? A çıxış özdə mənfisi ilə. A çıxış bölünsün Y. Və bu tangens alfa bizə verməlidir nəyi? Alfanın qiyməti H-ı, Planck sabitini verəcəkdir. Sonra Y kinetikin nüdən asıllığını soruşa bilər. Gəlin onu da tapaq. Bax, məsəl üçün, Y kinetik nəyə bərabər idi? H nü çıxılsın nü minimala. Onda biz Y kinetikin yenə nüdən asıllığını soruşsa, götürərik bu formada. Yenə bunun uzantısını çəksəm nə olacaqdır? Bura mənə eləcə verəcək A çıxışın özünü. Və bu bucaq mənə tangens alfanı verir. Bu da tangens alfada bərabərdir H-a. Mənfi A çıxış. Yəni bunlar sizin riyazi qabiliyyətinizə baxan şeylərdir. Yəni qeyri-adi, gözünüzdə böyüdüm, uzun hesablama var, çox düstur var demək doğru deyil. İndi biz bunu lambda ilə yazası olsaq, hansı ki, məsəl üçün U saxlayıcının saxlayıcı gərginliyin lambdadan asıllığını çəksək. Düz asılı idi tezlikdən. Onda dalğa uzunluğuna necə asılı olacaqdı? Tərs. Bura olacaq lambda maksimal. Kinetik bəs dalğa uzunluğuna necə asılıdır? Yenə o da olacaqdı tərs. Çünki nü ilə düzdür axı. Ona görə də biz bunu tərs asıllığına çəkəcəyik. Bura olacaqdı lambda maksimal. Bu formada. Bizdən ki, sürət soruşa bilərlər. Halsa ki, biz sürəti baxın, burada mən qeyd eləmişəm ki, fikir versəniz, baxın. U saxlayıcının yerində MV maksimalın kvadratı bölünsün 2 yazmaq olar. Gəlin indi yazaq onu. Yazıram onda. MV maksimalın kvadratı bölünsün 2 bərabərdir H-nü çıxılsın H-nü minimal. Düzdür? Onda V maksimalı tapmaq istəyirəmsə, V maksimalın kvadratını yazmayacağım. Onsuz kökün altına alacağıq. 2 H nü çıxılsın nü minimal. Düzdür? Bölünsün M-ə. Və bunu da ümumi kökün altına salacağım. Onda V maksimal nü ilə necə asılı olacaqdı? Yatmış parabola kimi, amma nü çıx nü minimala görə biraz sürüşəcəkdi. Onda qrafiki çəkək. V-nin nüdən asıllığı baxın bu formada olacaq. Çünki burada nü çıxılsın nü minimal yazmışıq da. Onda burada olacaqdı nü'nün maksimal qiyməti. Bu formada. Maksimal yox, minimal bir dəqiqə. Lambda olsa maksimal yazmalıyıq da. Bəs yaxşı, lambdadan soruşsa nə çəkərəm? Lambdadan soruşsa HC bölünsün lambda yazmamışdıqmı? Onda biz yaza bilərik belə də. Qoy biraz da böyük yazaq. Hansı ki M V maksimalın kvadratı bölünsün 2. H S bölünsün lambda çıxılsın H S bölünsün lambda maksimal. Ya onda da buradan biz HC-ni çölə çıxartsaq
Olur mu? Bir bölünsün lambda çıxılsın bir bölünsün lambda maksimal. Mötərizənin içində. Onda biz yenə buradan tapsaq ki, V maksimalın kvadratı bərabərdir 2HC bir bölünsün lambda çıxılsın bir bölünsün lambda maksimal bölünsün M. Özü bunu kökün altında yaza bilərik. Onda belə çıxır ki, lambdadan da necə asılı olacaqdı? Bəxrəcə düşdüyü üçün tərs asılı olacaqdı. Burada yazırıq lambda maksimal. Bu qədər yoldaşlar. Burada elə bir qeyri-adi bir şey qalmadı. Lazım olsa biz impulsun kinetik enerjinin mv maksimalın kvadratı deyil, məsələnizin gedişatından asılı olaraq da aça bilərsiniz P-nin kvadratı bölünsün 2M kimi. Onu da buradan qeyd eləyək. Hətta Y kinetiki aça bilərsiniz P-nin kvadratı bölünsün 2M kimi. Bu da belə. Sonra ümumiyyətlə burada gücü soruşsa, tutaq ki, yenə də müəyyən bir enerji varsa, enerji sərfiyyatı varsa, burada güc də var. Əgər gücü soruşursa, güc nəyə bərabərdir? P bərabərdir A bölünsün T deyilmi? A-nın yerinə e, belə deyək də, A-nın yerində e, yazsaz ki, işdirsə enerji dəyişməsidir. Orada da enerji dəyişməsi qopan fotoelektronların sayından asılıdır. Ona görə də n sayda h nü bölünsün t yazmaq olar. Bəs faydalı işi soruşsa nə deyəcəksiniz? Tam işin görülən işə nisbəti idi. Onda biz yaza bilərik ki, n h nü bölünsün P vurulsun T. Buradaki P gücdür. Sonra başqa nə qaldı burada? Əgər burada NH bölünsün P vur T'dirsə, orada deməli nü-nün yerinə S bölünsün lambda da yazmaq olar. Onda olur N H S bölünsün lambda P vur T. Bu düsturlardan da istifadə edə bilərsiniz. S burada işıq sürətidir, lambda dalğa uzunluğudur, P gücdür, N-dəki burada saydır. Burada işarə eləyim N saydır. Normalda gücü N-dən işarə eləyirdik axı. Burada уже P ilə işarə eləmişik deyə güc. A da işdir. Hansı ki fotoelektronların katoddan qopan zaman gördüyü iş. İşdir. Deyə bilər ki, məsəl üçün hər hansı bir metalın mı deyək, hər hansı bir cismin üzərinə işıq şüası düşür və onu qızdırır. Falan sayda məsəl üçün foton düşdü üzərinə. Onda verilən iş, belə deyək də, görülən iş həmin o cismin qızmağına sərf olunduğuna görə hansı ki biz Q bərabər idi S M delta T yazırdıq axı yadınıza gəlirsə. Bunu N vurulsun H-nüyə bərabər eləyə bilərsiniz. Təbii ki, orada nüyünün də yerinə S bölünsün lambda yaza bilərsiniz. Olacaqdı nə? N vurulsun H S bölünsün lambda. Yaxşı yazmadıq. Belə. Yoldaşlar, dərsimiz bu qədər. Ümid eləyirəm ki, izah eləyə bildim. Nə isə anlaşılmazlıq yerlər olarsa şərh bölməsində və ya şəxsdə yazmağı unutmayın. Sağ olun, salamat qalın.